Herkese salam, kanalıma hoş geldiniz. Tamam artık ben Fatime Əliyeva. Bugün nəsə belə dərs çalışma vlog çəkəcəyim. Deyəsən bu vlogda bir də çəkmişdim. Ya da çəkmişəm, atmamışam, bilmirəm tam dəqiq. Amma bugün nəsə belə dərs çalışma rutinimi çəkəcəyim. İndi saat 14:12-dir. Mən məktəbdə saat 1-də gəldim. Eve geldim, derslerimi yazmadım, indi yazacağım. Yemeğimi yedim, kitablarımı falan yığıştırdım. Yani sabahın derslerini falan koydum. İndi neyini yazıyı? İndi de sabahın derslerim ve sabahları bir tane hazırlığım var. Onu sizinle birlikte işleyeceğiz, yani yazacağız falan, pozacağız böyle. Neyse. Sabah hem hazırlığım var, dediğim gibi hem de mektepten saat 2'de çıkacağım. 2'nin yarısı çıkacağım. Yani bilmiyorum çatdıra biləməsini. Yəni ki bunu əsən dəfə çatdırıram. Sadəcə inşallah vaxtında evə zaten vaxtına gəldim. Sadəcə evdən vaxtında çıxaram ki, gecikməyim. Hətta bəzən çalışıram ki, hər şeyi tez yoluna qoyum ki, evə yəni tez çıxım evdən. Bir an 6 bazarı gözləyirəm. 6 bazar tez gəlsəydi yaxşı olardı əslində. Neysə, beləsinə. Çox uzatmayım. Onda gəlin keçək dərsimizi işləyək. Daha deyim ki, məktəbdən bir yarım saat, 30 dəqiqədir falan belə gəlmişəm. Ona görə saçımı falan elə atmamışam. Yəni belə. İndi sabahı sumkamı indi düzənləmişəm. Sadəcə bir dəfə də baxacağam. Coğrafiyanı oxumalıyam. Belə. İndi başlayaq dərs çalışma vlogumuza. Sabaha ilk ücü dərsləri falan var idi. Onları zaten yığmışam. Sadəcə son dəfə bir baxmaq istəyirəm ki, hamısını yazmışam ya yox. Çünki yəni sözləşmək istemiyorum. Belə. Bir ara gün çalışmalarım var imiş. Nə yaxşı ki baxdım yəni. Baxmasaydım sonra kıt. Burada da çalışmalarım var. Sonra texnolojiyanın biyoloji var. Yox. İnformatika var. Zaten onu yazmışam. Onca ya beləsinə çox da bir şey yoxdur əslində. Belə. İstəyirəm ki, kursa mənim bir balaca sumkam var. Onu aparım. Yəni ayrı-ayrı sumkalar aparım kursa. Çünki həm bunu aparım, evə gəlib sumkanı boşaldıram, təzədən yenə yazıram. Neysə beləsinə olur. Ona görə birazdan sumkanı da hazırlayacağıq. İndi qələm qələm axtarıyorum. İndi nə edəcəm? İlk öncə təbii ki, kimya yazacağam. Kimyadan beləsinə hansı mövzudayıq? Təkrar qalmışdı. Güzel çıxmışdı. Müasir dövrü kəsir, müasir dövrü cədvəl və müəlliməm burada tapşırıqlar olur. Öyrətmenizi yoxlayın, tətbiq edin falan. Onu verib yazmağa. İndi onu yazacağım. İçərində 1, 2, 3 dənə dərsəm azdır, amma yəni bir 10 dəqiqə falan beləsən yazacağım. Mən 20-ni bunu yazım gəldim. Sonra mən gəldim, kimyanı da yazdım. Hətta göstərim. Beləsinə burada yazmışam. Beləsinə. Sonra burada flash. Belə yəni yazmışam. Çox qısa yazdım. Qısa deyəndə beləsə yazmışam yəni. Zaten 3 tane tapşırıq var idi. Biri şifahi kimi bir şeydi ama onu da yazdım. Ki müəllimi soruşanda cavab verib bilim deyə. Neysə, belənsəm. İndi nə edəcəyəm? Bu arada dostlar, sizə indi bir söz deməyi unuttum. Mən əslində 6 bazar bir video çəkəcəkdim. Bir sürpriz bir video. O adamın hələ də adını demirəm. Yəni şəxsin videoda olacağını demirəm. Çünki bəlkə bu həftənin 6 və yaxud da bazar günü yenə bəlkə elə bildik onu. Yəni yenə onunla bu görüşə bildik. Tam dəqiq bilmirəm.
Çünki keçən həftə o ayrı yerə getdi, mən ayrı yerə getdim. Zaten 6-cı gün hazırlıqlarımız var idi deyə vəbşi heç görüşə bilmədik. Saldıq bazar gününə, yəni dünən sırağa günə. Onda da onu ayrı bir yerə gedəsi yeri oldu. Mənim də ayrı bir gedəsi yerim oldu. Ona görə onda da ertələdik. Dedik bu həftə bazar edərik inşallah. Yəni görüşəcəyik yəni. Ona görə bu həftə 6 bazarına çəkə bilsəm, əgər videonu çəkərəm. Nəysə beləsinə. Əslində onu da deyim istədim. Çünki sürpriz bir video çəkəcəyimi demişdim sizə. Amma maalesef yadımdan çıxmadı. Doğrusu heç görüşənmədik ümumiyyətlə. İnşallah Allah qoysa bu həftədən 6 bazarı görüşəcəyik. Bən çox gözəl bir video gələrək. Ertəliyə gedirik hələ ki. Əslində oktyabrın 1-i idi. Amma oktyabr neçəsidir? 14'ü, 13 gündür, yəni ertəliyirik. Çünki zaten məktəb başladı, hazırlıqlarımız başladı. Onun gedəsi yerləri var, mənim gedəsi yerlərim. Gedəsi yer deyil, yəni hazırlıqlarımız var. Zaten başqa heç yerə getmirik, yəni hara gedə bilərik uzaqbaşı. Bəzi yəni ona görə hər şey ertəliyə gedirik. İnşallah bu həftənin 6 bazar günü görüşərik. 6-cı gün ümid edirəm, amma bazar gününə baxacağıq. Neysə, beləsinə. Dedim ki, bunu da deyim. Çünki sizə demişdim çəkəcəyimi. Tərdəsə bir 4 gün bundan qabaq deyəsən. Son dəfə vlogu 5-ci gün yükləmişdim deyəsən. Demişdim ki, deyəcəyəm, atacağım. Sonradan vlog çəkəmədim. Neysə, belə. İndi keçdik biologiyaya. Burada kurs yəni hazırlığın dərsləri ən axırda saxlayıram. Çünki zaten azdır. 2 dənədir beləsinə, yəni oxumalı. İndi biologiya yazdım. Biologiya zaten çox bir şey deyil, ümumiləşdiricilərdir. Onu da yazım. Burada kimya harca bir 5-10 dəqiqə falan belə yazdım. Çox gözəl. İndi keçdim biologiya. Mən gelin biologiyanı yazım, gəlim. Bu zaman artıq biologiyanı yazdım, bitirdim. Dərsə göstərim, yəni belə bir şey yazdım. Ümumiləşdirici vermişdim. Oxumalı falan heç nə yox idi. Keçənləri çıxmışdım. Ona görə ekstradan bir rahatam. İndi nə edəcəyik? Təbii ki də keçəcəyim indi coğrafiyadan oxumalıqdır deyə ona görə onu saxlayıram. Yəni axşam falan mesela oxuyacağam. İndi bir 5-10 dəqiqə özümə bir fasilə verəcəyim. Çünki yəni bunları qoyum. Bəli, əslində summativ də ola bilər biologiyadan, kimyadan. Onları tam dəqiq bilmirəm. Əslində kimyadan yox, çünki kimyadan hələ kitabımız, yəni mövzu bölmə bitməyib. Amma biologiyadan ala bilər. Onu dəqiq bilmirəm, amma bilirəm ki 5 alacağam. Çünki zaten keçəndən falan biologiyanı yaxşı oxuyuram. Amma biologiya üzrə verməyəcəyim. Biologiya üzrə verməyəcəyim həkimlik. Yəni bir dəqiqə axı. Həkimlikdən başqa, yəni həkimlikdən başqa şey yoxdur desən biologiyadan başqa. Belə. İndi gedim bir 5-10 dəqiqə belə çay içəcəyim. Daha sonra yenə gələcəyim. Bu səfər hazırlıqdan 2 dənə dərsim var. Onu oxuyacağım. Daha sonra yazmalıqdır. Və coğrafiya qaldı. Onu da birazdan gəlib oxuyacağım. Evə gəlib gedəcəyim az qala. Bəlkə axotum olsa, yəni keyfim düşsə çölə çıxacaq. Çölə çıxacağam, yəni mağazaya gedəcəyim. Bir şey alıb gələcəyəm. Belə, indi gedim çay içim gəlim. Bir 5 dəqiqə falan belə çölə çıxım dedim. Havanı görüm. Hava çox qəşəng, günəşli, aşırı günəşlidir. Bilirəm zaten axşam yaxın falan belə sərinləyəcək, amma yenə də yəni hava çox qəşəng, günəşli. Tam çölə çıxmalıq hava, amma biz təbii ki evdə otururuq. Belə. İndi gələcəmsə böyle qapını açıq qoyuram ki, çünki hava həqiqi çox qəşəngmiş. Mən amma indi görürəm havanın qəşəng olmayın. Böyle sivit giymişəm yenə. Yəni bu güneşli sivit. Belə çayımızı süzürük, daha sonra şinyaplı çayımızı sədirik. Belə. Burada ders çalışma vlogundan başka her şey olacak. Hiç normal. Her zaman yani olmuş olduğu şeydir. Burada her hava çok geçen, aşırı geçen. Yani güneşli olması bizi sevindirdi nedense.
Belə. Böyle tamamda oturmuram, yerde otururam, göstərməkdə. Çünki niyə? Yerde oturmaq ayrı bir lezzeti var. O yüzden böyle oturduk. Şimdi ne yapıyoruz? Tabii ki de ben neyse klasiğe çok basmayayım. Klasiğe elemeyeyim. İndi gedim. Çayımı içim. Daha sonra özüme meyve tabağı edeceğim. Yadımdan çıkmamış diyeyim. Meyve tabağı edeceğim. Ders çalışanda böyle. Neyse. İndi ben gelin bir 25 dəqiqə belə olaydım. 25 dəqiqəyə qalxdı. Çünki yəni həqiqi biraz telefona baxacağam. Meyve tabağı hazırlayacağam. Bu arada məktəbə gələndən günorta yeməyimi yeməmişəm. Atmamışdım ona göre. Yine ona göre hələlik bir çay içeceğim falan. Yalandan beni aldatmak için. Daha sonra yemeğimi yiyeceğim. Sonra meyve tabağı edeceğim. Hatta sonra molam bitir. Ve başlayacaq yine dersimize. Yemeğimi falan yine çekmeyeceğim. Çünkü zaten bu ders vlogda ona göre. Gelin ben çayımı yiyeyim. Yemeğimi yiyeyim geleceğim. Meyve tabağı ile de simge çekeceğim. Sonra ben çayımı içtim geldim. Çay içinde bir efer ruhum yerine geldim. Dedim ki bu enerjiden istifade edək. İndi ne yiyəcəyik təbii göstərim. Meyvələri bura beləcə gətirdim. Meyvə qabını elə oradaydı götürdüm. Çayım falan içdim dediyim kimi. İndi səviyyədə meyvə tabağı edəcəyik. Ama ilk öncə bəli. Bilmirəm açı necə olur olsun. Bu arada indi saat göstərim. Saat 16:06'dır belə. 07 oldu hatta telefon açar-açmaz. İndi ne yiyəcəm? Bir əfər ruhum yerinə gəldi. Enerjim çaydan sonra düzeldi. Dedim ki bir mahnı şeyleyeyim. Koyum. Yani nəsə bir keyfim istədi. Qabağıma iPhone 17'nin çıxması. Neyse. İndi ilk öncə ben telefon mahnı sonra koşacağım. Çünkü sonra videodan bəli, sonra mahnı sonra koşacağım dediğim kimi. Sonra mahnıya göre videom tahvildir, ne bileyim, tahviş elə bir şey falan yeməsin. İndi ne yiyəcəyim? İlk önce kameranı yine bayaq kimi bura koydum. Ben üzüm görünməyəcək. Heç də olmaz görsüz olacağız. Belə. Mahnını bir sonra koyuyorum. İndi ilk önce ne yiyəcəyim? Alma doğrayacağım. Ay. Yaşlı alma. Dəqiqə pisdir. Mandalinaların hamısını düşürdüm yere işte olmaz. Böyle. İlk önce qab götürürüm üzümə. Çok güzel bir sunum edeceğim. Çok güzel yemek yani. Elimden daha ne kadar gelir. Bence bir boş qab götürdüm. Boş qab hər iki bura qoyuruq. İlk önce almamızı aldık. İndi doğrayacağıq. Bəli. Dostlar buranın 2x'ini qoyuram. Siz onu izləyin. Mən meyvələri doğrayıb gəlirəm. Meyveler sərgənlə belə doğradım. Deyəcəksiniz ki, niyə bunları belə pinti şəkildə düzmüsəm? Çünki hani indi doğradım. Yəni video hətta arada kəsit qoyacağam. İndi nə edəcəyik? Təbii ki də meyvələri yəni belə yeməyəcəyəm. Bu qaba düzəcəyəm. Çox gözəl bir servis edəcəyim. Daha sonra dərs oxuya ya da yaza bilmirəm tam dəqiq. Yəni beləsinə bunları yeyəcəm. Gedin bunları qaba düzüm gəldim. Meyvələri belə düzdüm. Yəni sərgəli şəkildə. Sərgə ancaq belə olub. Çünki dəhşət çox doğramışdım və bunlar öz-özünə böyük ölçüdə bir meyvə var. Daha sonra qab var. Amma sadəcə bunu qoymaq istədim. Yəni çox qədər də çox olmaz. Amma görürəm ki, dəhşət çoxdur. Və təbii ki, bunların hamısını belə yiyəsi deyiləm. Yiyəcəm təbii ki, yiyəm. Çünki zehnim yaxşı olsun deyə. Çaşacağım, amma yeyə bilim almadan falan mandalina. Beləncə. İndi mən gedim. Qəşəngcə bunları yeyim.
Gəlin. Nilüfərimizi də götürdük, keçdik otağımıza. Əslində hava aydınlıqdır. Amma mən yenə də işığı yandırmaq istəyirəm ki, tam belə aydınlıqda qəşəng oxuyum. Yəni yaxşı oxuyum dərsim. Belə. Yenə gəldik bu otağa. İndi başlayacağıq. İlk öncə hazırlıqdan dərslərimi oxumağa. Mənəsinə. Daha sonra keçəcəm. Dərsin sonlarından biri. Dərslərim bitdi. Bitirəndə yəni bu yazmalıq budur. Mən şimdi bunu da yazacağım. Yazmaqdan bu qalır. Daha sonra yazıb videonu bitirəcəyəm. Çünki 2 deyə 3 göstərməm burada. 3 saatlı dərs oxuyuram. Yəni video 3 saat çəkirəm. Amma təbii qısa olduğu üçün neysə verəcəm. Neysə. İndi mən gedim testi yazım. Test vermişdi. Ben 52 dənə. Burada sıraları qoymuşam. Amma heç nə olmaz. Neysə. İndi mən gedim dərslərimi oxuyum. Gəlim. Daha sonra hər halda videonu sonlandıracağım artıq. Belə. Dostlar, mən artıq testimi bitirdim. İndi nə edəcəm? Təbii videonu sonlandıracağım. Çünki video bəlkə uzun oldu. Bilmiyorum dəqiq uzun çünki. Burada hər yazımı göstərirəm. Beğensinə bu sonlara fikir verməyim. Bəlkə variantlar falan yazdım. Bu dəftəri yəni hər şey beğensinədir. Neysə belə. Artıq video sonlandı. Burada meyvələrimi də yeyirəm. Hələ də yeyirəm. Yəni bitirməmişim. Belə. Artıq videonu sonlandırıram. Ümid edirəm ki, bu vlogumu bəyənmişsinizdir. Dərs çalışma vloguna başqa nə edilir? Həqiqi heç bir fikrim yoxdur. Bu arada arada falan belə musiqiyə falan da qulaq asıram dərs istəyən. Amma sadəcə bu səfərlik dedim bir sadə olsun. Daha sonraki dərs çalışma vloglarımda daha belə enerjik yəni enerjik sözüm neydi? Enerjik şəkildə. Zaten indi enerjiyəm. Zaten video necə yansıdacağımı bilmirəm. Neysə beləsinə. İndi videonu sonlandıram. Dediyim kimi ümid edirəm ki, vlogu bəyənmişsinizdir. Daha sonraki vloglarda görüşmək üzere. Sağ olun.